elektrostatik sahənin işinin düsturu belə olacaq. Bax. Bu birgəs elektrik sahəsi götürürəm mən. Birgəs sahədə yeni test istiqamətli olsun. Tutaq ki, yük bu nöqtədən, müsbət yükü bu nöqtədən B nöqtəsindən, C nöqtəsinə belə gəlir. Bura C nöqtəsidir. Elektrik sahəsində müsbət yük başlanğıçda B-də idi, sonda gəldi C nöqtəsinə çatdı. Bu sahədə elektrostatik sahənin gördüyü işi hesablayaq. Bax, deməli, bu istiqamətdə hərəkət edir. Düzdür. Qüvvənin istiqaməti bu tərəf olanda, bu tərəflər mənfi işarəlidir. Mənfi yüklər elə bil ki, buradadır. Müsbət yüklər isə bu tərəfdədir. Yükə təsir edən qüvvənin istiqaməti mənfiyə tərəf olar, düzdür, F bu tərəf olar, düzdür. O da qüvvə vektoru ilə sürət vektoru arasında qalan alfa bucağı. Biz deməli, işin üstünü belə yazmırdıq mexanikada. A bərabərdir Fs kosinus alfa. Qüvvənin modulu, yerləşmə modulu. Burada alfa bucağı qüvvə vektoruna yerləşmə vektoru sıra qalan bucaq. Birinci sahədə F qüvvəsinin yerinə biz Q'ye yaza bilirik. Q'ye S kosinus alfa var. Üstü bir alınacaqdır. Bax, bəzən S-in yerinə D yazılır. Yazılar ki, Q'ye D. Onu kosinus alfa. S-də yerləşmən, S-lə işarə bilərsən, D-lə də işarə bilərsən. O da birinci elektrik sahəsində elektrik sahəsinin gördüyü işin düsturudur. Burada belə bir şey deyim olar. Bax, bir A bərabərdir Q-u yazsan, elektrostatik sahənin gördüyü işini bir düstə bilər də. Bu bərabərlikdən alırıq ki, U bərabərdir YD kosinus alfa. Bu bərabərdir YD kosinus alfa. Bu şəkildə belə bir şey demək olar. Burada, buradan başlanğıç BS məsafəsi burada dedir də, yer dəyişmədir. Bu məsafə ki var, bu buradan bura, bu məsafə işarəliyək delta deyil. Onda bu bucaqdan belə şey alacaq. Deməli, betonumuz buradır, D-dir. O da bitişik qat etdi. Onda alacaq delta D bərabərdir D kosinus alfa. Yəni bu düsturda, düstur bu şəkildə yaza bilərik. U bərabərdir Y delta D. Bu oldu intensivli ilə gərgin arasında, birinci elektrik sahəsi intensivli gərgin arasında əlaqə. İstəsək, bu formada yazarıq. Y bərabərdir U bölünsün delta D. Oldu mu? Buradan intensivliyin vahidini yazar. Bu düstur əsaslı intensivliyin vahidini yazar. İntensivliyin vahidi belə olur. Y bərabərdir gərginin vahidi voltdur. Məsafənin vahidi metrdir. Volt metr bölünsün, metr buradan gəlir. Y bərabərdir F bölünsün Q. Bu düsturdan intensivliyin vahidi belə olur. Newton bölünsün kolon, düzdür. Amma bu düsturdan da volt bölünsün metr. İntensivliyin içinə belə vahidi var, bir-birinə bərabərdir. Əgər deməli, yüklü hissəcik qüvvə xətti istiqamətində hərəkət etsə, yüklü hissəcik qüvvə xətti istiqamətində hərəkət etsə, belə deyə bilərik. Tutaq ki, birinci sahədir bu. Birinci sahədir, gerici vektor istiqaməti belədir. Yüklü hissəcik buradan bura gəlir. B-dən gəlir C-yə. Burada gərginlik olacaqdır. Bu nöqtəsə gərginlik olacaq U. Məsafə də buradan bura olacaq D. Onu da belə yazarıq. Ki, bərabərdir. Y bərabərdir. U bölünsün D yazılır. Delta D-nin əvəzinə D yazacaq. Oldu. Və belə yazma olar. Buradan Y bərabərdir. Bir nöqtəsinin potensialı P1 olsun. C nöqtəsinin potensialı P2 olsun. Onu da yazarıq. Y bərabərdir. P1 minus P2 bölünsün D. Burada potensiallar fərqinə intensivlik və məsafə arasında belə bir əlaqə vardır.